Salam olsun sizə MG TV izləyicilərim. Salam olsun Mustafa bəy sizə və əziz və böyük Türk millətinə. Bildiyiniz kimi bu son gelişmələrdə Suriyada olan olaylar İsrailin Suriyada bəzdən qalan T-4 və digər hava hərbi üsləri vurması və açıq-açıq da Türkiyə silahlı qüvvələrinə, Türkiyəyə meydan oxuması, yəni orada Türkiyə biz hərbi üs qurmasın. Bu gedişatlar heç də iyiyə deyil və buradan da onu demək istəyirəm ki, İsrail ordusu və Netanyahu kabineti bugünkü günə kimi Qazzədə Filistinlilərlə, Həmasla, Hizbullahla və Amerikanın hava dəstəyindən nələr etdiyini hamımız yaxşı bilirik. Və bunlar da qarşısında heç bir ordu görməyərək, bunlar hər yeri işğal edə gəlir və qırğınlar törədirlər. Baxın, bura İsrail yaxşı bilsin. Əgər Suriyada Türk ordusu ilə qarşılaşsa, bu İsrailin sonu olacaq. İsrail onunla görəcək ki, Netanyahu, əsl ordu necə olur? Çox həddini aşmasınlar. Son gelişmələrdə Yunanistanın da qaza gətirib Türkiyənin üzərinə qaldırmaq istəyirlər və digər oyunlar kirli. İsrail ordusu əsl ordu necə olur, onu görəcəkdir. Yəni Suriyada Türk ordusuyla qarşılaşdığı gün bu İsrail ordusunun sonu olacaq. Biz nə Filistinliyik, nə Suriyalı, nə İraqlı, nə Ərəb, nə obisi. Türk silahlı qüvvələrlə qarşı-qarşıya gələrlərsə, toqquşarlarsa, ancaq buna doğru gedir. Buna peşman olacaqlar. Amerikanın arxasına alıb hegemonluq eləməklə işlər getməz. Suriyada Türk silahlı qüvvətlərlə qarşılaşdığı gün İsrail ordusunun sonu olacaq. Əsl ordu nədir, əsl savaş nədir, onu görəcəklər. Və buradan da bütün izləyicilərimə deyim, Türk milləti. O Golan təpələri deyilən yer, əsl adı Çoban təpələridir. Bizim türkmənlərin yaşadığı yerdir. Orada çobanlarımız, ormanlar, bulaqlar, sular çox olduğu üçün o vaxt türkmən çobanları orada heyvandarlıqla məşğul olurlar, qoyun, quzu otarırlar və oranın əsl adı Çoban təpələridir. Bunu imperialist güclər, ərəblər sonradan dəyişib Golan qoyublar ki, türklərin yadından çıxsın. Tarixdə xəritədə elə bir Golan adında yer yoxdur. Oranın əsl ismi Çoban təpələridir. Çoban təpələri. Və bunu da yaxşı bilsinlər. Allah'a emanet olun. Uca Tanrım Türk'ü ucaltsın və yüksəltsin, korusun. Nə mutlu Türk'üm deyənə.